Aşura gününə bağlı səhər saatlarından indiyə də ölkədəki məscidlərdə böyük izdiham yaşandığı kimi elə 14 məsciddə təşkil edilən qanvermə aksiyalarına da xeyli insan qatılıb. Artıq bir neçə ildir ki, Aşura günü zəncir vurmaqla, özünə xəsarət yetirməklə, qan çıxarmanın əleyhinə olaraq ölkədə qanvermə aksiyaları təşkil edir. Bütün Qafqazın şeyxi Hacı Allah şükür Paşazadə, həmçinin din xadimləri də Təzəpir məscidində bugün qan verib. Artıq bir neçə ildir Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə Aşura günü ehtiyacı olan xəstələr üçün qanvermə aksiyası keçirilir. Bu il bu məqsədlə 14 məsciddə steril şərait yaradılıb. Elə Bibi-Heybət məscidində də qan vermək istəyənlərin sayı kifayət qədərdir. İnsanlar qan vermək üçün bir neçə yerdə növbəyə durmuşdular. Qan vermə aksiyasında fəal iştirak edənlər bu təşəbbüsü müsbət qiymətləndirərək bunu soydaşlarımızın müalicəsinə töhfə hesab edirlər. Hastanede yaşıyorum. Özüm orada her yıl kan vermişim. Allah rızası için. Hastalara göre vermişim. Göre almak imkanı yoktu kan almaya. Orada yardım etmek için imkanı istedik. Orada biz de köməkli yaramaya hazır. Yalnız ve yalnız savab kazanmak, xəstələrə kömək olsun deyənə. Yəni maddi bir köməkliyin dəyməsə belə, bu da bir köməyin bir növüdür. Aksiyada iştirak edənlər isə bir neçə müayinələrdən keçirilir. Ümumi Tədqiqat Ginekologiya və Transfiziologiya İnstitutunun əməkdaşı Mahmud Mahmudovun sözlərinə görə aksiyada iştirak edənlər tam sağlam olmalıdır. Müraciət elədiyi halda ilk növbədə qan vermək istəyənlərdən anamnez toplanılır. Bu yaxın günlərdə hansısa bir xəstəlik keçirtməməyi, dərman qəbul edib etməməyi müəyyənləşdirilir. Keçirtdiyi xani xəstəliklər aydınlaşdırılır və bundan sonra onlar qan nümunəsinə görə hemoqlobinin təyini üçün analizə göndərilir. Arterial təzyiqi yoxlanılır. Əgər xəstə doğrudan qan verməyə, bugünkü gündə aksiyada iştirak etməyə yararlıdırsa, o zaman aksiyaya buraxılır. Qan vermə aksiyasının keçirilməsində əsas məqsəd isə talasemiya, hemofiliya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara dəstək olmaqdır. Aksiyada Səhiyyə Nazirliyinin çoxsaylı tibb personalı iştirak edirdi. Hər məntəqədə hardasa bir 6-7 həkim və 15-17 orta tibb işçisi çalışır. Artıq saat 12-yə işləyib 1000 nəfərdən çox qan vermədə iştirak edən olublar. Qan Bankının verdiyi açıqlamaya görə ötən il aşıla mərasimlərində 1 ton 800 litrdən yığılıb. Qan vermə aksiyasına bütün Qafqazın şeyxi Hacı Allah şükür Paşazadənin təşəbbüsü ilə başlanılıb. Elə bu ildə bütün Qafqazın şeyxi Təzəpir məscidində qan verib. İlk dəfə olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanov da şeyxlə bərabər aksiyaya qoşulub.